Deyirlər ki, dünya nəqddir, axirət nisyə. Ona görə cəmaat dünyaya aldanır. Kökündən səhv sözdür bu. Dünya nəqd, axirət nisyə, ona görə insanlar dünyaya aldanır. Mən bir sizə sual verim. Dünyanın gözəlliyi ilə yanaşı dərdi, bəlası, xəstəliyi də nəqd axı. Niyə onu görmürsən? Niyə görmürsən axı onu? Xəstəxanası da nəqdi. Allah göstərməsin, yolla gedirsən, görsən biri qəzaya düşüb, maşın meyitlər səpələnib küçənin ortasında. Bu da nəqdir də. Deməli, məsələ nəqd, nisyə məsələsində deyil. Məsələ bundadır ki, səni dünyanın öz yolu təxəyyülü aldadır, aparır. Olmayan bir şey. Sənin dünyadan bir beynində bir təxəyyül formalaşıb ki, onu şeytan formalaşdırır, öz xəyalların formalaşdırır. Sənin sevdiyin dünya ilə real dünya arasında fərq var. Sənin sevdiyin dünya reallıqda mövcud deyil. Nəqd nisyə məsələsidir. Məsələ bundadır ki,